Salam əziz şagirdlər və əziz abituriyentlər. Biz bugün Azərbaycan dili 9 illik balıqlar necə yuxulayır mətnini oxuyub sualları cavablandırmağa çalışacağıq. Deyir, biz gündəlik əmək fəaliyyətimizdən sonra hər gecə yuxu müddətinə ciddi ehtiyac duyuruq. Ətrafımızda gördüyümüz digər canlılar da vaxtaşırı istirahət etdiyini müşahidə edirik. Evlərimizdəki akvaryumlardan bir müddət izləsək, balıqların gözlərini heç qapatmadığını və davamlı bir hərəkət halında olduqlarını görərik. Bu, onların yuxuya gedib-getmədikləri haqqında bir sual yaradır. Bütün günü hərəkətdə olan balıqlar necə yuxulayırlar? Əksər balıq növləri müəyyən vaxtlarda istirahət və ya yuxu vəziyyəti hesab olunan bir enerji qənaət mərhələsinə gelir. Ancaq bu hal quruda yaşayan canlılar müşahidə edilən yuxu vəziyyətinə fərqlidir. Gündüz aktiv olan bəzi balıq növləri gecə təhlükəsiz qayalıqlarla və ya oyuqlara çəkilərək dincəlir. Belə istirahət zamanlarında təhlükəsiz yerlərə çəkilmənin səbəbi gecələr dolaşan balıqçılara yem olmağın qarşısını almaqdır. Balıq ovu bəzi insanların sevimli məşğuliyyətinə çevrilib. Gecələr aktiv olan bəzi azsaylı balıq növləri isə gündüzlər müvafiq yerlərdə hərəkətsiz duraraq yuxu mərhələsini demək olar ki, bütün balıqlarda bu tip pasif yuxu prosesi baş verir. Əksər köpək balıqları isə su altında nəfəs ala bilmək üçün davamlı olaraq oksigenlə zəngin olan suyun dövranı təmin etmək üçün hər zaman üzmək məcburiyyətindədir. Ancaq onların bəzilərinin bir yandan hərəkət edərkən həm müəyyən vaxtlarda beyin fəaliyyətini zəiflədərək istirahət mərhələsinə keçdikdə də məlumdur. Lakin bəzi köpək balıqlarının da dənizin dibində hərəkətsiz qalıb dincəldikləri müşahidə edilmişdir. Beləliklə, təbiətdəki bütün canlılar kimi balıqlar da istirahətə ehtiyac duyur və enerjini bərpa etmək üçün dərin bir yuxuya gedirlər. İndi isə mətni oxuduqdan sonra biz suallara cavab tapmağa çalışacağıq. 301-ci sualda deyir: mətnə əsasən doğru fikri müəyyən edin. Köpək balıqları hamısında beyin fəaliyyəti həmişə aktivdir. Xeyr, bu hamısına aid edə bilmərik. Bir də balıqların yuxu prosesi növlərinə görə fərqlənir. Bəli, burada köpək balıqlar da fərqlidir. Ona görə B doğrudur. C-də isə bəzi canlıların istirahətə ehtiyacı olmur. Xeyr, bu da yanlışdır. Bütün köpək balıqları növlərinin istirahət rejimi oxşardır. Xeyr, fərqlidir. Balıqların həyatını öyrənmək üçün onların yuxu rejimini müşahidə etmək yetərlidir. 3-2-ci sualda isə mətnin üzərində rəqəm yazılmış, hansı ifadələr məcazi mənada işlənmişdir. Birinci ifadə müşahidə edərək həqiqidir. İkinci ifadə qapatmadığını, bu da həqiqidir. Hesab olunan, bu da həqiqi götürürük. Qarşısını almaq, xeyr, bu məcazi baş verir. O da frazeoloji birləşmə, yəni məcazidir. Ona görə 4, 5 uyğun gəlir. Bəs suda, 3-cü sual, bəs suda yaşayan canlılar istirahət edirmi? Cümləsi hansı abzasının sonu artırılırsa mətn genişlənir və tərkib hissələri arasında əlaqə pozulmaz. Biz bunu birinci abzasını götürə bilərik. Biz gündəlik əmək fəaliyyətimizdən sonra hər gecə müəyyən yuxu müddətinə ciddi ehtiyac duyuruq. Ətrafımızda gördüyümüz digər canlıların da vaxtaşırı istirahət etdiyini müşahidə edirik. Bəs suda yaşayan canlılar da istirahət edirmi? Bəli, 1-ə götürürük elə. Bu da D variantı. 304-cü sual isə 5-ci abzasın məzmununa uyğun müəyyən edin. 5-ci abzası biz oxuyuruq. Əksər köpək balıqları isə su altında nəfəs ala bilmək üçün davamlı olaraq oksigenlə zəngin olan
suyun dövranını təmin etmək üçün hər zaman yüzmək məcburiyyətindədir. Ancaq onların bəzilərinin bir yandan hərəkət edərkən həm də müəyyən vaxtlarını beyin fəaliyyətini zəiflədərək istirahət mərhələsinə keçdiyi məlumdur. Lakin bəzi köpək balıqları dənizin dibində hərəkətsiz qalıb dincəldikləri müşahidə edilmişdir. Daim üzməyə məhkum canlılar, bəli, daim orada deyir, oksigen almaq üçün daim üzür. Ona görə biri doğrudur. Təhlükə törədən balıqlar, xeyr. Köpək balıqlarının dincəlməyi, bəli, bu da doğrudur. 100. Köpək balıqlarının istirahətsiz həyatı, xeyr. Köpək balıqlarının gücməmək, xeyr. Cavab A variantıdır burada. 305-ci sual. Mətninə əsasən təbiətdəki bütün canlılar istirahətə ehtiyac duyur. Hökmünü hansı fəktlərlə təsdiq etmək olar? Balıqlar enerjini bərpa etmək üçün dərin bir yuxuya gedirlər. Bəli, bu faktlardan biridir. Əksər köpək balıqları davamlı olaraq oksigenlə zəngin olan suyun dövranını təmin edir. Xeyr. Həm suda, həm də havada canlılar tənəffüs almaları üçün kifayət edəcək qədər oksigen var. Xeyr. Canlıların əksəriyyəti oksigenə böyük ehtiyac duymur. Xeyr. 5-li isə bəzi balıq növləri gecələr təhlükəsiz qayalıqlar və oyuqlara çəkilərək dincəlir. Bəli, burada 5-li deyir, çünki ovlanmamaq üçün bunu edirlər. 36-cı sualda isə mətnin 3-cü abzasında hansı sözlə başlayan cümlə mətnin məzmununa uyğun deyil? Biz 3-cü abzası oxuyuruq. Əksər balıq növləri müəyyən vaxtlarda istirahətə və yuxu vəziyyəti hesab olunan bir enerjiya qənaət mərhələsinə girir. Ancaq bu hal quruda yaşayan canlılara müşahidə edilən yuxu vəziyyətə fərqlidir. Gündüz aktiv olan bəzi balıq növləri gecələr təhlükəsiz qayalıqlarla və oyuqlara çəkilərək dincəlir. Belə istirahət zamanlarında təhlükəsiz yerlərə çəkilmənin səbəbi gecələr dolaşan balıqçılara yem olmanın qarşısını almaqdır. Balıq ovu bəzi insanların sevimli məşğuliyyətinə çevrilir. Burada balıq ovuna danışır. Orada digər fikrə keçsinə görə balıqla başlayan cümlə məzmuna uyğun deyil. 307-ci sualda isə deyir, bizə giriş, əsas və nəticə hissələrinə uyğun fikirləri deyir. A-da deyir, enerjinin bərpası üçün ehtiyac duyulan yuxu. Bu nəticədə var idi. Sonra B-də insan fəaliyyəti və ya yuxu 1-də var idi. Hərəkət zaman istirahət bu 2-də var idi. İstirahət zamanı qidalanmaq, xeyr, bu səhvdir. Vəhşiyyətdə müşahidə olunan balıqlar, bu da əsas hissədə vardı. Cavab Y variantı. Mətnə əsasən bütün balıqlara aiddir. Məişət şəraitinə uyğunluq, xeyr. Təhlükədən yayınmaq, xeyr. İstirahət növbəti olması, xeyr. Ovçularla qarşılaşmaq, xeyr. Burada pasiv yuxu, həm də 4-cü abzasda göründüyü kimi demək olar ki, bütün balıqlarda bu tip pasiv yuxu prosesi baş verir. Ona görə Y variantı. İndi isə açıq tipli suallara baxırıq. Mətnə əsasən Euler Venn diaqramını doldurun. Əksər köpək balıqları 5-ci abzasda biz rast gəlirik. Su altında nəfəs ala bilmək üçün davamlı olaraq oksigenlə zəngin olan suyun dövranını təmin edir və onlar oksigen üçün daimi üzmək məcburiyyətindədir. Əksər köpək balıqlarına uyğun fikirlərdir. Ortaq isə hər ikisinin dincəldikləri müşahidə edilmişdir. Bəzi balıqlara əsasən gecə dincəlirlər və təhlükəsiz üçün qayalıqlara və ya oyuqlara çəkilərək dincəlirlər. 310-cu sualda isə mətnə əsasən nöqtələrin yerinə uyğun ifadələri müəyyən edərək cümləni tamamlayın. Müvafiq yerlərə hərəkətsiz duraraq yuxu mərhələsini təmin edir, nəticələrini kimi nümunələr yaza bilərik. Kanala abunə olub, videonu bəyənməyi unutmayaq.